Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə Atəvələr məhəlləsinin düz yuxarı hissəsində, demək, Xırdalan dairəsindən Binəqədiyə Sentralniyə gedən yolun üstündən yoldan 200-250 metr məsafədə. Demək olar, qapının ağzı çoxu asfaltdır. Yer ərazi cəhətdən hündür yerdir, nəmişli olmayan ərazidə. Bunu nəzərdə çatdırın, hörmətli izləyicilər, su basan yer deyil. Yəni onu demək istəyirəm. Sot yanım içində şəxsi inşa olmuş bir ev olub, usta ev olub bu da. Yəni nəzərdə çatdırım, evdə bir dənə problem yoxdur. Bir dənə sadəcə yüngülvar işləri qalıb ev içində. Ev sahibi də onda razılaşsa təhvil verəcək. Yəni nəzərdə çatdırım, 50 kvadrat hardasa həyəti var. Bir sotda da ev tikilib, sot yanım içində tikilən evdir. Keçən də evin için proyektindən tanış olaq, ətraflı məlumatları sizə verəcəm. Demək, fundament vırılıb, kəmər vırılıb. Ev sahibi öz elib ustadır deyə. Bax, özü də pollan eləyib vurub. Özü hər şeyin öz eləyib. Bir dənə qalıb bilsin burada nə, hörmətli izləyicilər? Aboylar, polun laqlanmacı, bir də qapılar. Alan adam deyə mətbəxi də öz elətdirər. Əvvəl biz bunu 100 minə qoymuşduq satışa. Yəni nəzərdə çatdırırım ki, tam təmiri vəziyyətdə dedi, ev sahibi verə bilərəm. İndirim olub deyəcəm sonunda. Bunu da deyəcəm. Giriş sağ hissəsində mətbəxdir. Hardasa 12 kvadrat olar. Pəncərələri genişdir, öz həyətinə baxır. Bura qonaq otağıdır. Hardasa 370-in 380 dolar belə 6 metrdir. 20-22 kvadrat mətbəxidir. Üzr istəyirəm, zalıdır. Yenə qeyd edirəm, bax. Burada elə bir iş qalmayıb. Ev sahibi özü deyib təhvil verəcəm. Tam təmirdən bizə qiymət deyəcək sizə. İdeal vəziyyət. Aboyları özü seçə bilərsiniz. Demək, qapıları özü seçə bilərsiniz. Bunlar hamısı şərtdir. Bu hissəsi də hörmətli izləyicilər, bir uşaq otağıdır. Keçək. Buradan keçirik bir yataq otağına. Yataq otağı da buradadır. Hardasa 14-15 kvadrat olar. Təmiz yataq otağı. Belə pəncərəsi də görürsünüz, işıqlıdır. Açıq yerə baxır. Bir yataq otağı da buradadır. 12-14 kvadrat olar. Bunun da pəncərəsi işıqlıdır. Havalanmaya tam uyğundur. Görürsünüz. Ev sahibini yenə qeyd edirəm. Hörmətli izləyicilər, özü tikib. Nə varsa hər şeyin yaxşısını elib. Bunu da nəzərdə çatdırım, hörmətli izləyicilər. Burada hamam hissəsidir. Burada kabelmetlərin sistemlər çəkilib, kabelmetlərin ev sahibi yəni vurub verə bilər. Bunu da zövqlə özünüz yığdıra bilərsiniz. Yəni seçim eləyə bilərsiniz. Bunu da nəzərdə çatdırım, hörmətli izləyicilər. Yenə qeyd edirəm, hörmətli izləyicilər. Baxın, bax, yenə qeyd edirəm. Sənədi bələdiyyə sənədidir. Kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlər satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Mütləq bəyənməyi unutmayın, abunə olmağı unutmayın ki, hər satışa çıxan evlərdən xəbərdar olasınız. Hörmətli izləyicilər, evin qiyməti əvvəl 100 min tam təmiri deyirdi, indi ev sahibi 95 min tam təmiri deyir, yenə də aşağı yeri indirimi olmağına olacaq, gələcəksiniz. Aboyları, qapıları, hamamın kabinetlərini zövqünüzə uyğun seçə bilərsiniz. Çox qəşəngdir, qiymətli 4 otaqlı, biləcəkdə bu qiymətli şəxsən yoxdur, taxtarsanız yaxşı yerdə yoxdur. Hündür yerdir, maaşda yaxındır, bunların hamısını nəzərdə çatdırırım. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah alan da xeyir versin, Allah satana da. Amin.